Deməli, bu sual şəkildə oxula göstərilən equation əmri nə üçün nəzərdə tutulmuşdur? Deməli, bu əlbəttə sual Word 2019-dandır. Tərcümədə bilirik ki, Word düstur deməkdir. İndi burada düstur sözü demək olar bütün variantlarda var. Lakin bilməliyik ki, bizə lazım olan əmr, hansı ki, deməli, insert lent tabının symbols lent qrupundadır. Həmin o equation düsturlar əlavə etmək və yaxud hazır düsturların köməyindən istifadə etməkdir. Bir sözlə, düzgün cavab variantımız sənədə yeni düsturların və ya müəyyən düsturların əlavə edilməsi. A variantı. İkinci sual. Tələbə deyir ki, Bakı qovluğunda işləyirdi. Əgər o bir səviyyə geri qayıtsa, gəlib düşərdi şəhərlərə. İki səviyyəyə qayıtdığı üçün fotoya düşüb. Bu bizə kömək eləyir ki, biz bilək, hal-hazırda tələbə hardadır. Sonra deyir ki, həmin olduğu yerdə mənzərə alt kataloquna daxil olur və foto 20 JPG faylını silir. Sualdır ki, bu gördüyümüz silinmə hansı ardıcılığı ehtiva edir? Sildiyi faylın tam adı nədir? Baxırıq, qırmızı ilə fərqləndirilmiş isə bizi aparır C variantı. Buna oxşar bir sualı biz işləmişdik zamanında. Üçüncü sual. Asan sualdır, həddən artıq. Bilirsiniz ki, 3 əsas topologiya növü var. Halqavari, şin, bir də ulduz. Bir əlavələr də var. Əsasən bu 3 dənədir. Şəkildə gördüyünüz kimi şəbəkə mərkəzi abonent əsasında qurulduğu üçün cavabımız təbii ki, ulduz topologiyasıdır. Keçən dəfə də sual salmışdım ki, ulduz topologiyasında mərkəzdə duran abonentə nə deyirlər? Bu hub ola bilər, switch ola bilər və eyni zamanda ə, xüsusi kompüter də ola bilər. Demişdik ki, əgər mərkəzdə hub durursa buna deyirlər konsentrator. Yox, əgər switch durursa və yaxud da switchin alt bölmələrindən bridge router durursa buna deyirlər kommutator və passiv şəbəkə. Bir də əgər mərkəzdə kompüter durursa buna deyirlər aktiv ulduz və belə bir şəkildə. İndi davam eləyək. Bunu biz danışdıq, biraz xırdalığa getdik. Dördüncü sualımızda nə qeyd olunub? Web browser nədir? Deməli, qlobal şəbəkədə mən sizə web səhifə, web sayt, web server, web browser anlayışlarından danışmışdım. Bu çox asan bir sualdır. Misal üçün, Operanı nümunə kimi göstərsən və yaxud Chrome-u nümunə kimi göstərsən, bilərsən ki, web səhifələrə baxış proqramı. Cavabımız da Y variantı. Sual versələr ki, web sayt nədir? Deyərsən ki, web səhifələri toplusu. Bəs web səhifə nədir? Ən azı bir hiperlinkə məxsus malik olan fraqment və yaxud da müxtəlif hiperistinadları özündə birləşdirən mətn resursudur. Beşinci sual yanlışdır. Onun qabaqda düzgün versiyasını birazdan görəcəyik. Altıncı sual. Find what. Bilirsiniz ki, bu yenə Word-ün içərisində Homeland tabının bax bu finddə advanced find var. Yenə xüsusi axtarış və yaxud təkmilləşdirilmiş axtarış. Əgər biz istəyiriksə ki, axtarış zamanı böyük və kiçik hərflər nəzərə alınmaqla axtarış həyata keçsin, onda nə etməliyik? Hansı əmri seçməliyik? Burada düzgün cavabımız match case əmridir, yəni C variantı. Misal üçün, biz sənədimizdə bir çox proqram sözləri var. Biri belə yazılır, birinci P böyük, qalanları balaca, birində bütün hərflər hamısı böyük, birində bütün hərflər hamısı balaca və s. Biz proqram yazıb match case əmrini seçiriksə, bütün kiçik hərflə yazılan proqram sözləri axtarışda çıxacaq. Amma birinci P-sı böyük olan çıxmayacaq və yaxud da bütün hərfləri böyük olan proqram çıxmayacaq. Amma proqram yazanda proqramlaşdırma və yaxud proqramlar ifadəsinin çıxmaması üçün onda nə etməliyik? Onda digər əmrdən, yəni find whole words only B variantını seçməliyik. Yəni sözü yazdığımız qısalıqda axtarmaq istəyiriksə, belə deyək. İndi isə yolumuza davam eləyək, görək növbəti sualda bizi nə gözləyir. Düzgün variantları seçin. CMOS bilirsiniz ki, ROM-un içərisinə aiddir, yəni daimi yaddaşın içərisinə aiddir və CMOS elektrik enerjisindən asılı ola bilməz. Ona görə ki, ROM özü elektrik enerjisindən asılı deyil. Deməli, bu düzdür. Yaddaş funksiyonel olaraq 3 hissəyə yox, 2 hissəyə bölünür, daxili və xarici. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur, düzdür.
Əməli yaddaş icra olunan proqramları saxlayır, düzdür. 5-də isə işləmə sürəti aşağı, həcmi isə böyükdür ifadəsi olması lazım idi. 1, 3 və 4 düzgün cavabdır. D variantı. İyerarxik modelli verilənlər bazasında hansı əlaqə cütü yoxdur? Birin birə, çoxun çoxa, birin çoxa. Çoxun birə əlaqəsi yoxdur. Nəyə görə? Çünki biz demişik çoxun birə əlaqəsi yalnız və yalnız harda olur? Şəbəkə. Şəbəkə modelində olur. Amma iyerarxik verilənlər modelində elə bir şeyin olması ehtimal belə deyil. Növbəti sual. Verilmiş fraqmentə əsasən, baxın, əgər deyirsə yer dəyişmə, onda diqqət elə. Ya cavab sent ola bilər, ya da kat ola bilər. Əgər deyirsə mübadilə buferi vasitəsilə, onda katdır cavab, yəni 3 nömrəli əmr. Amma desə bufer vasitəsi olmadan, yəni bufer olmadan yerini dəyişmək və yaxud üzünü köçürmək, o zaman sən deyərsən send to əmri ilə həyata keçirilir. Ümumiyyətlə to hissəciyi varsa mütləq buferdən istifadə olunmur. Burada isə istifadə olmasını istəyir bizdən. Keçirik indi digər məsələyə. Yəni növbəti 10 nömrəli suala. Qüvvətə yüksəltmə işarəsi. Excel-də işarələrimiz, yəni hesab işarələrimiz bunlardır. Toplamaq, çıxmaq, vurmaq, bölmək, qüvvətə yüksəltmək. Başqa hansı var? Məncə elə bunlardır da. Bir də faizini tapmaq da belə bir şey də var. Amma bunların heç biri variantlar baxımından B variantı düzdür, ondan başqa birisi səhvdir. Digər variantları deyim sizə. A variantı digər müxtəlif vərəqlərdə olan formatlaşdırmaya nümunədir. Misal üçün yazılıbsa ki, şit, nida 1, 45. Bu demək ki, birinci iş vərəqindən istinad olunub. Mən 2-dəyəm, nida işarəsi onu göstərir, başqa iş vərəqinə istinad var. Ulduz vurmaqdır. Bu birləşdirməkdir. Dollarda bilirsiniz mütləqiyyəti göstərir. Yadda saxlayın, səhifənin ölçüləri ilə bağlı olan hər şey Word-də layout-dadır, Excel-də page layout-dadır. Və cavabımız A variantı layout düzgün cavab variantı. 12 nömrəli sual. 12-ci sual deməli Excel-lə bağlı bir sualdır. Hansı ki biz buna deyərik məntiqi operatorlardan istifadə edərək işləyə biləcəyimiz bir üsuldur. Deməli, if operatorunda bilirsiniz ki, ilk nöqtəli vergül və yaxud ilk vergülə qədər gördüyümüz şərt sayılır. Biz bu şərti yoxlayırıq. Əgər şərt düzdürsə, biz birinci hesablamanı, yanlışdırsa ikinci hesablamanı həyata keçiririk. İndi cədvələ baxırıq. S2 B1-dən kiçikdirmi? 15 12-dən kiçikdirmi? Baxırıq ki, bu yanlış ifadədir. Deməli, biz birinci hesablamanı yox, ikinci hesablamanı icra eləməliyik. Yəni, S2 xanasındakı 15 ilə B1-dəki 12-ni toplamalı və cavabı bura qeyd eləməliyik. D variantı düzgün cavab. 13 nömrəli sual. Cədvəli çap edərkən səhifənin kənar boşluqları fikir verirsinizsə, burada biraz daha dərindən sual versə deyərdi ki, tutaq ki, layoutun hansı bölməsindəndir, page setup'ın hansı bölməsindəndir ki, onu da bir dəfə qəbulda verib. Amma bu dəfə çox məsələni uzatmayıb, çap vərəqinin kənar boşluqlarının ölçüləri page layout'dur, C variantı. Hətta mən bunu sizə yəni şəkildə göstərə bilərəm. Deməli, çap vərəqinin soldan, sağdan, yuxarıdan, aşağıdan məsafəsini təyin etmək üçün biz nədən istifadə edirik, daha doğrusu hardan istifadə edə bilərik. Bunun üçün təbii ki, ilk növbədə biz sənədimizi açıb, page layout və yaxud da faylın printindən də bunu eləmək olar yeri gəlmişkən, page tabı daxil olursan, burada da margins bölməsindən həm səhifənin soldan, sağdan, yuxarıdan, aşağıdan məsafəsini təyin edə bilərsən, həm də həm üfüqi istiqamətdə, həm də şaquli istiqamətdə mərkəzləmə əməliyyatı icra edə bilərsən. Yəni, mərkəzləşdirmək mənasında. Keçirik digər məsələyə və növbəti suala. Növbəti sual bizə aid deyil, dövlət qulluğunun BA kateqoriyasına aid olan sualdır. Sizin proqramınızda belə şey yoxdur. Elektron hökumətdə düşmür, ona görə bunu izah eləmirik. Keş yaddaş nə üçün istifadə olunur? Keş yaddaş deməli daxili yaddaşdır və əməli yaddaşa müraciəti sürətləndirmək üçün nəzərdə tutulmuşdur. Demişdik ki, testlərdə bu ifadəni bilməliyik ki, bu keş yaddaşı bildirir. Bir də nəyi bilməliyik? Bilməliyik ki,
Keş yaddaş birinci və ikinci səviyyədən ibarətdir. Birinci səviyyə mikroprosesorun daxilində, ikinci səviyyə isə mikroprosesorla RAM arasında yerləşir. Amma hər ikisi elə ana plata üzərində yerləşir ifadəsi düzgün ifadə. Bunu da danışdım. Növbəti sual 17 nömrəli sualdır. Tətbiqi proqram. Hə, bu sizə düşməz. Bunun lazım deyil. Proqramınızda belə şey yoxdur. Tətbiqi proqramlar istifadəçinin işinə yarayan proqramlardır və təbii ki, burada nəşriyyat sistemləri nümunə kimi göstərmək olar. İş masasının fonunu, iş masasının kontekst menyusunun harasından dəyişmək olar? Bunun üçün siz iş masasının kontekst menyusunu açıb oradan personalize bölməsindən icra edə bilərsiniz. Təbii ki, burada personalizing içərisində də background bölməsinə keçid eləmək, yaxud temalar bölməsində də bunu icra eləmək olar. Deməli, personalize C variantı düzgün. İndi keçirik 19-cu suala. Bunu biz keçmişik. İnternet xidmətlərini soruşur bizdən. İnternet xidmətləri təbii ki, internetdə həm mübadilə aparmaq, həm də bəzi hallarda qarşılıqlı münasibətlər qurmaq üçün lazımdır. Sözün qısası, burada söhbət nədən gedir? Hansılar aid deyil? Usenet internet xidməti təyinatı nədən ibarətdir? Uzaqda yerləşmiş kompüterə və Usenet burada şeydir, telekonferensiya xidmətidir. Birləşdirilmiş kompüterlərə, nə qədər ki, şəbəkədə kompüter var, xəbərlərin ötürülməsidir. Xəbərlərin ötürülməsi. A variantı. Bu düzdür. B variantı elektron poçta, elektron ünvanlar arasında mübadilə aparmaqdır. C variantı yoxdur belə bir şey. 3W web səhifələri əlçatan edir. Y variantı isə fayl transfer protokoludur. Fayllar arasında əlaqə yaratmaq üçün nəzərdə. Yəni fayllar deməyək, bir sistemdən digər bir sistemə faylların ötürülməsi. Cümlə belə daha uyğun olur, daha düzgün olar. 20-ci sualda sizə aid deyildi. Bilməmiş, bunu işarələməmişdim deyəsən gözümdən qaçıb. Antivirus proqramları hansılardır? Antiviruslar 1-dir, 4-dür, 5-dir və 7-dir. 1, 4, 5, 7 D variantı. Bu da sizə aid deyildi. Elektron cədvəldə fraqment verilib D4 xanasının qiymətini bizdən soruşur. Çox gözəl bir sualdır, maraqlı sualdır. Cavab D-dir. Kimi yazımsa əvvəldən deyim. İndi hesablayaq görək niyə görə D-dir cavab. Kəsirik sualımızı. Deməli, əvvəlcə biz bilməliyik ki, bizdən nəyi tələb edirlər. Təbii ki, burada bizdən istəyiblər D4 xanasını, o birisi səhifədə görmüşdük o şərtdə. Onun üçün biz gərək D1-i də tapaq, D2-ni də tapaq, D3-ü də tapaq. Çünki axırda sum lazım bizə. Count A, A1, C3. Bilirsiniz ki, count-la count A-nın fərqi odur ki, count-da yalnız ədədlər, count A-da isə həm ədədlər, ümumiyyətlə içində dolu olan bütün xanalar sayılır. Bu minvalla cavab 3, 6, 8 eləyəcək. Bu xananın qiyməti oldu 8. İkincisi minimumdur. A1, B3 diapazonunda minimum dəyər 1-dir. Bu 1 ilə də D1-i, yəni 8-i müqayisə eləyəndə yenə də cavab 1 olur. Çünki minimum ən balacasıdır və 1-dir cavab. Average A1, B3. A1, B3-ü də özümüz üçün toplayırıq. 5, o da 3, 8 eləyir. 8-i də bölürsən 4-ə toplananların sayına alırsan 2. Və nəhayət sonda bizdən cəmləmək istəyir. A1-dən D3-ə kimi. Burada deməli biz 11 alırıq gördüyünüz kimi 8, 2. Bu tərəfdən də deməli burada da 11 alırıq. Bunların da cəmi 11 eləyir. Ümumilikdə sum dediyi üçün daha bölməz addan söhbət getmir. Elə toplayıb cavabı ortalığa qoyuruq. Deməli. 30 səhifəlik sənəd olduğu üçün biz 30-dan o tərəfə səhifə çap edə bilməliyik. Burada 30 olması lazımdır. Amma ondan da əlavə baxmalıyıq ki, even yazılıb, yəni cüt səhifələrin çapı. 1-dən 7-yə kimi 2, 4, 6, 12, 14, 16, 22, 24, 26, 28 və 30. Sayaq səhifələrimizi 1, 2, 3, 4, 5, 6, 9, 10, 11 səhifə eləyir. 11-i bölürsən 1-ə, təzədən bir də 1-ə bölürsən, çünki ikisində də 1-dir. Sonra da kopya sayına vurursan. Cavabımız olacaq 22. Bu açıq sual idi. Doğru MAC ünvanları soruşur. Bilirsiniz ki, MAC adreslər biri-biri ilə tiri və yaxud qoşa nöqtə ilə ayrıla bilər. Hərflər isə A-dan F-ə qədər olan hərflər ola bilər. F daxil.
Bu söhbətə görə H hərfinə görə bir səhvdir, C hərfinə görə 3 səhvdir, L hərfinə görə 4 səhvdir. 6'da da 125 var. Biz demişik ki, hissələr öz arasında ikili olmalıdır. Deməli cavabımız 2 ilə 5'dir. Yəni 3 rəqəm, 3 hərf olmaz. Hətta bu rəqəmlər limiti aşmasa, hətta bu hərflər limiti aşmasa belə, F-dən balaca olsa belə, yenə də buna icazə verilmir. Çünki ümumi bir, belə deyək, qəbul olmuş qaydalar var. Davam eləyək 24 nömrəli sual. 24-cü sualda dəfələrlə qəbulda düşən suallardan biridir. İş masasında olan obyektlərin avtonom nizamlanması. Yəni, iş masasında belə dağınıq şəkildə yerləşən obyektlər varsa, onları avtomatik nizamlamaq üçün nə etmək lazımdır? İş masası üzərində mouse'un sağ düyməsini sıxmaq, View-nun alt əmri olan Auto Arrange Icons əmrindən istifadə etmək olar. Bizdən də elə onu soruşur ki, hardan eləmək olar? Deməli, bir nömrəli əmrdən A variantı. 25-ci sualda həmişə sizə dediyim ki, belə bir sual düşə bilər. Buradan tuta bilirsən, chart title, yəni diaqramın başlığı. Sual verir ki, bu hansı obyektdir? Burada PowerPoint yazmağına baxmayın, Word-də də var. Bu diaqramdır. A variantı. 26-cı sual sizə aid deyil, tətbiqi proqram təminatına aid olmayanlar istəyir. Burada antiviruslu sistemə aiddir, arxivatorlardır, bir də iş qabiliyyəti diaqnostika proqramları. 2, 4, 5. Kim yazıbsam, bildirim. 27-ci sual, align left. Left bilirsiniz ki, sola düzləndirmə anlamına gəlir. Qeyd olunmuş obyektləri öz dayandıqları yerdən etibarən soldan düzləndirir. Yəni, soldan səhifənin sol tərəfinə yapışmaq şərti ilə düzləndirir. 28-ci sual, D5 xanasındakı düsturu əvvəlcə aşağıya doğru sürüşdür, sonra cavabı tap. Bilirsiniz ki, D5-dən D6-ya, D6-dan D7-yə, D7-dən D8-ə yalnız sətirlər, yəni rəqəmlər artır, hərflərdə dəyişiklik yoxdur. Yəni, düstur əgər aşağı sürüşsə olacaq C6 bölünsün B6. Biraz da sürüşsə olacaq C7 böl B7. O da aşağı sürüşsə C8 böl B8. Aydındır, bu proses bu formada gedəcək. Digər bir məsələ isə, digər önəmli bir məsələ isə artıq hesablamanı həyata keçirib cəmi götürüb sonra sayına bölməkdir. Çünki average ədədi orta deməkdir. C5 böl B5, yəni 40 böl 2. Bu 20 eləyir. Bunu qoydum bura. Üçüncü, C6 böl B6. 48-i bölürsən 1,5-ə. Bu da bizə 32 verər. Sonrasında deyir ki, 20 bölünsün 2,5. Bu da səhv eləmirəmsə 8 verər bizə. Sonunda da 63-ü 3-ə bölürsən 20 alırsan. Nəticə etibarilə 20, bu da 20, 40, o da 40, 80. Cəm 80 eləyir, toplananların sayı da 4 idi. Alırsan C variantı, 20. 29-cu sual. Mən sizə bir abreviatura demişəm, 500 dəfə də bu deyilib. Deyib ki, doktorun maşınını parkingdə vurdular. Yəni, document, music, picture, video. Document, music. Vəssalam, 1 və 4 D var. 30 sizə aid deyil. 31-ci sual. Hansı əmr vasitəsilə sətir və sütunları gizlətmək olar? Excel-də bunu icra eləmək üçün siz Homeland tabının, SalesLand qrupunun format əmrindən istifadə etməlisiniz. Bax, bu gördüyünüz əmrdən söhbət gedir. Belə cavabımız format, yəni 5 nömrəli əmrdir. Y variantı. Həm gizlətmək, həm də göstərmək oradan. 32-ci sual, iş məsələsində olan pəncərələri bağlamadan iş masasına baxmaq. Təbii ki, bunun üçün bizim üçün bizə lazım olan aeropikdir və klaviatura qısa yolda Windows düyməsi ilə B hərfidir. Bütün pəncərələr yığılır taskbara, iş masası isə görünür və ona baxa bilirik. Deməli, 33 sizə aid deyil. 34-cü sual, Word-ə aid olar sənəd, Excel-ə aid olar xana, PowerPoint-a aid olaraq təqdimatla slayd, BS, Access-ə də ki, hesabat, Y variantı. 35-ci sual. Bu biraz çətin sualdır. Border and Shading pəncərəsi hardan açılır? Bilirsiniz ki, Border and Shading pəncərəsi əsasən Design tabının burasını Pager Borders bölməsinə açılır. Əlavə olaraq da Homeland tabının paragrafın aşağısında burada bölmə var, Border and Shading. Oradan da aça bilərsən.
layout'un page setup'ına gedib, oradan da burada aşağıda layout'un ən axırında borders var. Onu açmaq olar. Bir də çapdan açmaq olar. Deməli belə çıxır ki, bunu design tabından, layout tabından, home tabından icra eləmək olar. Bir də fayl menyusu çapdan icra eləmək olar. 3, 6, 7 və 8. 36 ayrı-ayrı qurğular arasında siqnalların ötürülməsini təmin edən informasiya magistralıdır. Elə bil ki, bu kabel mənasındadır. Magistral sözü kabel mənasındadır. Bunu görən kimi bilirsən ki, söhbət işindən gedir. 37-ci sual. Average A1, B2. A1, B2-ni toplayıb sayına bölmək lazımdır. 18 bölürsən 4-ə. Bu bizə verəcək 4,5. Bunu qoydum bir kənara. Sam C3, D2. Yəni C3, C2, D3 demək istəyirlər. C2, D3. Bunları da toplayanda 19 eləyir. 19 ilə da 4,5-i toplayırsan 23,5 C var. 38-ci sual. İnternetdə elektron poçt ünvanı ilə A variantıdır. B-də 2 dənə ət işarəsi var. C-də ümumiyyətlə ət işarəsi yoxdur. D-də qadağan olunmuş simvollar var. Y-də isə ət işarəsi yoxdur. Sənədi verilmiş formada çap eləmək. Biz demişdik, hansı sözü görəndə kopyadakı ədədi götürürük? Current görəndə, düzdür? Daha bizə demir ki, neçənci səhifə çıxacaq. Elə desə, biz dedik, hara baxmalıyıq? Əgər sualda verilibsə şərtdə, ora yoxdursa, sağ aşağı küncündə burada yazır filanıncı səhifə. Birisi də 6-cı ya da 5-ci sınavda biz bu məsələyə toxunmuşduq. Bu dəfə daha artıq ehtiyac yoxdur. Burada cavablarda desən xəta gedib, cavab düzgün gəlmir, amma cavabımız 2-dir. Kim səhv yazır. Yəni burada çatdırma bilməyibsə cavabı bilirsin 2-dir cavab. Sonra növbəti 40-cı suala baxırıq. Elektron cədvəlin çap səhifələrinin mərkəzə düzləndirilməsi. Bax, bu da gözəl bir sualdır. Bayaq əslində sizə göstərdim. Deməli, page layout-a daxil olsam, page setup'ın margins bölməsindən belə düzləndirmələri həyata keçirmək olar. Deməli, margins düzgündür. Növbəti sual Excel-də yadda saxlanan obyektə nə deyirik? Təbii ki, kitab deyirik. 42 sayı deyil. Home düyməsi sətrin əvvəlinə gedir. Səhifənin əvvəli Ctrl Page-up'dır. Sənədin əvvəli Ctrl Home-dur. Sənədin sonu Ctrl End-dir. Sətrin sonu End-dir. Bunları da bilməyiniz məsləhətdir. Və nəhayət günün son sualı. Excel-də deyib ki, A1 xanası var, A2 var, A3 var, A4 var. Cavabı tap. A2 böyüdürmü A3-dən? Yəni 14 böyüdürmü 30-dan? Normalda bu false verməlidir. Amma bu not bunu true'ya çevirir. Not bunu true'ya çevirəndə biz bilirik ki, average hesablayacağıq. Bu da E hərfi olmalıdır. Nəysə, boş şeydir. Average A2, A4. İndi A2, A4 diapazonda hansı xanalar var? A2 var, düzdür. A3 var, bir də A4 var. Elədirmi? Deməli, 30, o da 22, o da 14. 66 eləyəcək. Onu da böləcəksən toplananların sayına. Alacaqsan 22. B var. Burada videonu dayandırım. Kimin sualı varsa buyurabilir.